Bu paylaşımda Doldur suyu biraz dincələ. neyse. İftara maraqlı bir yemək hazırlayırıq. İtalyan mətbəxindən antipasti və qızarılmış toyuq. Sözün açığı antipasti qrildə hazırlanır, lakin mən sobada hazırladım. Siz istəsəniz göbələk və soğan da əlavə edə bilərsiniz. Tərəvəzlərimizə duz və oregano vururuq. Daha sonra üzərində zeytun yağı gəzdirib atırıq pişməyə. Hazır olana qədər keçirik toyuğumuza. Marinad üçün qatıq, xardal, duz, istiot, paprika, zeytun və limon suyundan istifadə edirəm. Axırda da oregano. Yaxşı qarışdırıb belə mükəmməl bir sos aldırırıq. İndi isə toyuğumuzu hazırlayaq. Qorxdum, evimin içindən cadu çıxdı. Buzlanmış toyuğun içalatını başqa bir paketə yığıblar. Bilirəm, ləvəngi öyrəşmişsiniz, amma bu xaricilərin istifadə etdiyi üsuldur. Amma dadı mükəmməl olur. Toyuğumuzu yaxşı masaj edib atırıq pişməyə. Və 1 saat sonra yeməyimiz hazır olur. Bir bu gözəlliyə baxın, ölünü dirildər. Xardalla qatıq toyuğu pambıq kimi edib. Daha maraqlı yemək vloqlarını qaçırmamaq üçün səhifəmizi izləməyi unutmayın. Allah hər kəsin orucunu qəbul etsin.